Bugün sizinlə saçımı boyayacağım. Amma əvvəlcə gəlin saçımın ucundakı qırıntıları təmizləyək. Videoda gördüyünüz şəkildə saç hissələri ayıraraq çox asanlıqla forma verə bilərsiniz. Keki kəsmək istəyirsinizsə videodakı formada ayırıb uclarını kəsib daha sonra forma verin. Amma qalınlığına diqqət edin. Ya çox nazik ya da qalın kəssəniz əsla istədiyiniz formanı verə bilməyəcəksiniz. 23 yaşımdan saçım ağarmağa başladı. 25 yaşından isə artıq boyadan istifadə edirəm. Əlbəttə, ilk əvvəl salonda ustalar edirdi, amma saçımın ağarması sürətləndiyi üçün hər ay boya qoymaq məcburiyyətindəyəm. Ona görə artıq evdə özüm etmək qərarına gəldim. Saçımda açıq rəhlər var, onların boyanmasını istəmədiyim üçün əvvəlcə üstünü bağlayıram. Videoda gördüyünüz kumral və açıq kumral rənglərindən istifadə edəcəm. Rəngin çox tünd alınmasını istəmədiyim üçün açıq kumralın hamısını, kumralın isə yarısını qaba boşaldıb, qarışdırıb saçımın diblərinə çəkirəm. Əgər saçınızın dibi məndəki kimi ağarıbsa, onda boyanı 2 dəfə istifadə edin. Əvvəlcə saçın diblərinə çəkib 20 dəqiqə gözləyib, daha sonra şampunsuz şəkildə sadə su ilə yuyun. Daha sonra qalan boyanı bütün saçı çəkib gözləyin. Saç uclarını hər zaman dəriyə yapışdırın ki, bütün saç istiliyi eyni alsın. Əgər hava soyuqdursa, biraz fenlə istilik də verə bilərsiniz. Saçı çalışın sərin su ilə yuyun ki, boya saçdan axmasın. Növbəti dəfə saçınızı çalışın 3 gün sonra yuyun. Çünki boyanın saça əmilmə müddəti 3 gün çəkir. Boyalı saçları kəpək şampunları ilə yumayın. Çünki boyanın çox tez axmasına səbəb olur. Saçlarınızın havalı olmasını istəyirsinizsə, fenləyərkən saçı daraqla yuxarı doğru darayın.